Salam, biyoloji dersinə xoş gəldiniz. Bugünkü dərsimiz situasiyaya aid olacaq. Bu dərs situasiya istəyənlərə gəlsin. Deməli, səhər tezdən nizamiyyətə yollanacaq bir şəxs gecə saat 12-də yuxuya gedərək maksimal müddətli yuxu fazaları keçirib. Biz burada maksimal fazalara diqqət eləyirik və bizdən soruşulur 6:30-da hansı yuxu fazasında olacaq. Fazalar ardıcıllığını quraq. Biz bilirik ki 12-də o yuxuya gedən kimi ləng yuxuya 1 saat maksimal dediyinə görə 1 saat yarım deməli ləng yuxuya daxil olacaq. 12-də yatıbsa bu insan bilirik ki 12-nin üstə 1 saat yarım gələndə neçə eləyəcək? 1:30 eləmiş olacaq. 2-nin yarısına kimi ləng yuxuda yatdı. 1:30-dan sonra bilirik ki 1:45 arasına 1:30 ilə 1:45 arasında o tez yuxu fazasını keçirəcəkdir. Deməli 1:45-ə qədər tez yuxu fazasındadır. 1:45-dən deməli 1:45-dən sonra yenə ləng yuxuya 3:15-ə qədər ləng yuxuda olacaq. 3:15-dən 3:30 arasında tez yuxuda. 3:30-dan, yəni 4-ün yarısından saat 5-ə kimi saat yarım ləng yuxu fazasında olacaq. Yenə saat 5-dən 6-ya 15 dəqiqə işləmişə kimi tez yuxu fazasındadır. 6-ya 15 dəqiqə işləmişdən 7-yə 15 dəqiqə qalmışa kimi, yəni 6:45-ə kimi bu adam yatmalıdır ləng yuxuda. Amma bu oyanıb nə vaxtı? 6:30-da oyanmışdı, yəni 7-nin yarısı. 6:30-da da bizə deyilir ki, hansı yuxu fazasındadır? 6:45-ə qədər bu insan hansı fazadadır? Ləng yuxu fazasında. Sonuncu 6:45-dən 7-yə qədər bu olmalıydı tez yuxuda. Burada normal halda oyanmalıydı. Amma bu biraz 15 dəqiqə tez oyandı. Yəni ləng yuxuda oyanıb. Ona görə dedim tez oyandı. Yəni 6:30-da hansı fazadadır? Ləng yuxu fazasında. 6:30 radələrinə onun yuxudakı fizioloji vəziyyəti. Biz bilirik ki, ləng yuxuda olanda insanda maddələr mübadiləsi intensivliyi azalır. Ürək döyüntü sayı, nəbz vurğu sayı azalmış olur. Tənəffüs hərəkətləri azalmış olur. Belə. Əgər 6:30-da yuxudan oyanarsa, bu müddət ərzində ləng yuxu nə qədər vaxt keçirdiyini həllini göstərməklə hesablayın. Biz ləng yuxuları hesablayaraq, biz bilirik ki, bu deməli ləng yuxuları hesablayaq. Deməli, birinci ləng yuxumuz 1 saat yarım. Biz bilirik ki, 1,5 saat maksimal çəkir, 1 saat yarım. Bizə bu saatları toplamaq önəmli deyil. Biz sadəcə neçə dənə ləng yuxu keçirdiyini bilirik və onları 1 saat yarımları toplayırıq. 1, 2, 3 və sonuncu ləng yuxu 1 saat yarım, 1,5 saat. Biz bilirik ki 4 dənə 1,5 saat oldu ki, bu 4-ü 1,5-ə vuranda bilirik ki 6 saat eləyir. Amma bu insan bütövlükdə 6 saat ləng yuxu yatmadı. Çünki normalda 6:45-də oyanmalıydısa, bu 6:30-da oyanıb. Yəni 15 dəqiqə tez oyandı. Ona görə də deməli bu 15 dəqiqəni 6 saatdan kəsirik. 6 saatdan 15 çıxanda biz nə qalacaqdır? 5 saat 45 dəqiqə qalacaqdır. 6 saatdan çıxırıq biz 15 dəqiqəni. Alındı nə qədər? 5 saat 45 dəqiqə. Belə. Və birinci hissədəki situasiya 3 müxtəlif qabda eyni kütləsi olan noxud, qarğıdalı, darı toxumları qoyulmuşdur. Hər qaba yalnız bir növ toxum qoyulmuşdur. Onların hər birinin üzərinə eyni miqdarda su əlavə olunmuşdur. Müəyyən müddət sonra birinci qabda su maksimum, ikinci qabda isə minimum sərf olunmuşdur. Biz bilirik ki, deməli maksimum sərf edən öz çəkisi qədər su udan noxud bitkisidir. İkinci qabda minimumsa deməli bu darıdır. Çəkisinin 1/4 qədər sudur. Buradakı 1 və 2-də qarğıdalı yoxdur. Qarğıdalı 3-cü qabda olacaq. Deməli, hər bir qabda deməli 1-də dedik noxud, 2-də 1-də yazmayım. yaxşı yazın. 1-də noxud, 2-yə düşdü darı və 3-cü qaba düşmüş oldu qarğıdalı.
Bir və ikinci qabdakı toxumların aid olduğu bitilən çiçək düsturları. Çiçək düsturunu oxudum, bilirik ki, K deməli 5-dir, L 5-dir, Y 10-dur, D 1-dir. Darı isə taxıllara aid olduğuna görə C2 plus 2, Y3 və D1. Sonra üçüncü qabdakı 100 qram dən meyvənin cücərməsi üçün tələb olunan su ikinci qabdakı neçə qram dən meyvənin cücərməsinə kifayət edər. Üçüncü qabda bilirik ki, qarğıdalı var və qarğıdalı çəkisinin yarısı qədər sudur. 100-ün yarısı bilirik ki, 100-ün 2də biri nə elədi? 50 eləmiş olur. Deməli 50 qram su nə qədər deməli ikinci qabda darı var. Nə qədər darı kifayət elər? Biz bilirik ki, X darının çəkisidirsə, bunun 4də biri bərabərdir 50-yə. Buradan da X-ımız olacaqdır 200 alınmış oldu. Deməli 200 qram deməli darının cücərməsi üçün kifayət elədi. Şagirdlər tədqiqat üçün götürülmüş su damcısına mikroskopla baxdıqda diametri təxmini 1 mm olan kürəcik şəklində canlı müşahidə etdilər. Bu zaman müəyyən edildi ki, kürəcik çoxlu sayda bir-birinə birləşmiş yaşıl evqlenaya bənzər qamçılı hüceyrələr yığınından ibarətdir. Biz bilirik ki, bu Volvox ola bilər. Şagirdlər bunun çox hüceyrəli heyvan olduğunu güman etdilər, lakin onlar yanılmışdılar. Müşahidə edilən bu kürəciyin aid olduğu tipin və sinfin adını yazın. Biz bilirik ki, Volvox aiddir qamçılılar sinfinə və Sarkomastikaforlar tipinə aiddir. Bir də yazmayım onları. Şagirdlərin müşahidə etdikləri kürəcik niyə çox hüceyrəli heyvanlara aid edilmir? Çünki çox hüceyrəli heyvanlarda biz bilirik ki, hüceyrələr sərbəst şəkildə yaşaya bilmir, amma Volvoxda hüceyrələr müstəqil şəkildə yaşaya bilərlər. Şagirdlərin müşahidə etdiyi kürəcikdə olan maksimum sayda qamçı neçə yaşıl evqlena hüceyrəsində olar? Biz bilirik ki, maksimum bir kürəcikdə 1000-ə qədər hüceyrə olur və hər hüceyrənin bir hüceyrənin 2 qamçısı olanda 1000 hüceyrədə olur X qədər, o da 2000 qamçı eləyir. Evqlenada isə 2000 qamçı X qədər evqlenada olarsa, bir evqlenada neçə qamçı olur? Elə bir qamçı. Deməli 2000 dənədə, elə X 2000 eləyir, bir də yazmayım. 2000 dənədə evqlenada qamçı olmuş olacaqdır. Digər sualımıza keçək. Şagirdlər biologiya dərsində su və mineral maddələrin gövdənin hansı hissəsi ilə hərəkət etdiyini müəyyənləşdirmək üçün belə bir təcrübə aparırlar. Çiçəkli bitkinin zoğunu kəsirlər və zoğun aşağı hissəsi göy rəngli mürəkkəblə rənglənmiş suya qoyurlar. Bir neçə gündən sonra müşahidə edirlər ki, yarpağın müəyyən hissəsi göy rəngə boyanmışdır. Sonra isə zoğu kəsib en kəsinə baxdıqda onun da müəyyən hissəsinin həmin rəngə boyandığını müşahidə edirlər. Şagirdlər gövdən hansı hissəsinin göy rəngə boyandığını müşahidə edirlər. Bilirik ki, oduncaq qatının, çünki su və mineral maddələr gövdənin oduncağı vasitəsilə hərəkət edir. Gövdənin məhz həmin qatının göy rəngə boyanmasının səbəbi dediyim kimi gövdənin oduncağı vasitəsilə, bilirik ki, orada oduncaq boruları və yaxud ona ksilema boruları deyilir ki, o borularla su və mineral maddələr hərəkət edir. Təcrübəyə əsasən su və mineral maddənin gövdə ilə qalxmasına səbəb olan əsas amil bilirik ki, yarpağın sorucu qüvvəsi, transpirasiyanın baş verməsi ilə yarpaqların bilirik ki, sorucu qüvvəsi var ki, o gövdədəki suyun yarpaqlara doğru hərəkətini tənzimləyir.